Salam əziz izləyicilər, xoş gördük hər birinizi. İndi isə gəlin sifətlə bağlı qəbul tipli sualın izahına baxaq. Sual belədir: sifətlə bağlı hansı fikir səhvdir? A variantına baxaq. Qara sifətini məcazi mənada işlətmək mümkündür. Bəli, qara gün, qara bəxt deyə bilirik. Bəli, deməli nə olacaq? Məcazi mənada işlənə biləcək. A variantını çıxırıq, çünki A variantında fikir doğru verilibdir. Bizdən isə nəyi soruşur? Yanlışı soruşur. Keçirik B variantına. Sifətin çoxaltma dərəcəsi iki yolla yaranır. Bəli, yadda saxlamaq lazımdır ki, sifətin azaltma dərəcəsi və çoxaltma dərəcəsi iki yolla yaranır. Morfoloji və sintaktik yol. B variantı da doğrudur. Keçirik C variantına. Kəm hövsələ azaltma dərəcəsində deyil. Kəm hövsələ, kəm ağıl, kəm düşüncə, kəm fürsət, bəli, bunlar adi dərəcədədir. Azaltma dərəcəsində deyil. Düşünəcəksiniz ki, axı burada kəm var, kəm də azaltma dərəcəsinin göstəricisidir. Niyə bəs biz bunu azaltma dərəcəsində götürmədik? Əgər kəm turş, kəm şirin desəydi, sifətin əvvəlində artırılsaydı, bəli, azaltma dərəcəsi olardı. Amma burada hövsələ isminin əvvəlində artırıldığına görə o zaman nə olacaq? Adi dərəcə olacaq. C variantı da gedir. Sonra dümdüz sintaktik yolla yaranan sifətin çoxaltma dərəcəsidir. Baxın əziz müəllimlər, dümdüz və yaxud da ki dimdik, sapsarı, qıpqırmızı, yamyaşıl bunlar sintaktik yolla deyil. Bunlar morfoloji yolla, yəni m, p, r-sı samitlərin köməyi ilə yaranıbdır. Yəni dümdüz nə olacaq? Morfoloji yol olacaq, sintaktik yol olmayacaq. Əgər dümağ desəydi, bəli, bu zaman sintaktik yolla götürə bilərdik. Amma dümdüz dediyinə görə nə olur? Morfoloji yol olur. Səhvi soruşduğuna görə cavab olur D variantı. Keçirik E variantına. Sifət isimləşəndə dərəcə əlamətini itirmir. Bəli, qıpqırmızılarını. Gördük ki, qıpqırmızı sifətdir. Üzərinə nə gəldi? İsmə məxsus qrammatik şəkilçilər gəldi. Amma yenə də dərəcə əlamətini qoruyub saxladı. Yəni, sifət isimləşəndə dərəcə əlamətini itirmir fikri doğrudur. Məsələn, almaların qıpqırmızılarını aldıq. Gördünüzmü? Burada sifət isimləşib, amma yenə də dərəcə əlamətini qoruyub saxlayıb. Bizdən nəyi soruşur? Səhvi soruşur. Buna görə də cavabımız olur D variantı ki, dümdüz sintaktik yolla deyil də morfoloji yolla yaranıb. İzahımız bu qədər. Sağ olun.